Salam. Bugünkü videoda sizə evdən sadə mətbəxlə sağlam və ləzzətli yeməklər bişirərək sabit müştəri bazası qurmağın və gündəlik yüksək gəlir əldə etməyin yolunu izah edəcəyəm. Əgər evdə çox vaxt keçirirsinizsə, yemək bişirməyi sevirsinizsə və xırda bir büdcə ilə öz biznesinizi qurmaq istəyirsinizsə, bu video tam sizlikdir. Hazırda bir çox insan, xüsusilə ofis işçiləri, idmanla məşğul olanlar, tələbələr və məktəb müəllimləri gündəlik sağlam qida tapmaqda çətinlik çəkir. Ətrafda restoranlar ya baha qiymətlidir, ya da menyular çox yağlı və balanssızdır. Tələbələr isə ya eyni yeməklərdən bezir, ya da normal qidalanmaq üçün vaxt və ya büdcə tapa bilmir. İdmanla məşğul olanlar üçünsə hər gün kalori hesablayıb yemək hazırlamaq böyük əziyyətdir. Əslində onlar istərdilər ki, menyuları biri onlar üçün əvvəlcədən balanslasın və sadəcə vaxtında onlara çatdırsın. Məhz bu boşluğu siz doldura bilərsiniz. Menyu nədir? Hər sifarişdə bir sulu yemək, məsələn tərəvəzli sup və ya toyuq şorbası, bir quru yemək, məsələn plov, qarabaşaq, ət və ya toyuq, kiçik bir salat, yəni göyərti, yer kökü və ya kələm, üstəlik ayran və ya su təqdim olunur. Bütün bu menyunu cəmi 5 manat qarşılığında təqdim edirsiniz. Doğrudan da bu qiymətə, bu keyfiyyətli və balanslı yeməyi şəhər daxilində tapmaq açığı qeyri-mümkündür. Maya dəyəri və qazanc məsələsinə gəldikdə isə bir belə menyunun xammal və qablaşdırma daxil orta maya dəyəri 3 manat 50 qəpikdir. Bu məbləğə aşağıdakılar daxildir. Ərzaqlar təxminən 2 manat 25 qəpik, qab, içki və çörək təxminən 0 manat 80 qəpik, çatdırılma və digər xırda xərclər isə təxminən 0 manat 45 qəpikdir. Toplam olaraq 3 manat 50 qəpik alınır. Yəni bir sifarişdən təmiz qazanc 5 manat çıxılsın, 3 manat 50 qəpik bərabərdir 1 manat 50 qəpik. Sifariş sayı və gəlir hesabı belədir. Tutaq ki, siz artıq ilk mərhələni keçmisiniz və gündəlik 100 sifariş qəbul edirsiniz. Gündə 100 sifariş vurulsun 1 manat 50 qəpik, yəni gündə 150 manat təmiz gəlir deməkdir. Ayda 26 iş günü vurulsun 150 manat, bu da aylıq 3900 manat təmiz qazanc deməkdir. Əgər bu işi 2 nəfərlə görürsünüzsə, bu qazancı bölmək də olar. Amma heç bir icarə, əlavə işçi və restoran xərcləri olmadan bu rəqəm böyük nəticədir. Müştəri haradan tapılır bəs? Ən effektiv yol ayda 5000 ədəd buklet çap etdirməkdir. Bu bukletlərdə menyular, əlaqə nömrəniz və WhatsApp hesabınız qeyd olunmalıdır. Daha sonra bu bukletləri, məsələn banklarda, ofis və biznes mərkəzlərində, idman zallarında, gözəllik salonlarında, universitetlərin yaxınlığında və məktəblərə yaxın ərazilərdə gündəlik olaraq 100-dən 150 ədəd paylayırsınız. İlk günlərdə sifariş az olacaq. Ola bilər ki, gündə 5 sifariş gəlsin. Amma yemək dadlı, çatdırılma vaxtında münasibət səmimi olsa, müştəri sayı sürətlə artacaq. Sadəcə bir nəfər sizi öz ofis yoldaşlarına, sinif yoldaşlarına və zal dostlarına tövsiyə etsə, o müştəri 10 olacaq. Bir ayın sonunda isə 100 sifariş çox real hədəfdir. Belə deyim, texniki tərəfdən başlamaq üçün WhatsApp biznes hesabı yaradın. Orada hər gün gündəlik menyu şəklini və mesajını paylaşmaq olar. Hazır mesajlar yazın. Məsələn, sabahki menyu belədir. Sifariş üçün saat 14-ə qədər yazın. İstəsəniz, əlavə olaraq Telegram və ya Instagram səhifəsi də yaradıb, gündəlik hekayələr paylaşa bilərsiniz. Bir dəfə müştəri portfeli oturduqdan sonra, həqiqətən reklam etmədən belə daim sifariş alacaqsınız. Yekun olaraq, bu biznes sizi, açığı desəm, azad edir. Burada nə iş saati var, nə icarə stresi, nə də patron. Yalnız öz əliniz, öz zövqünüz və öz mətbəxiniz var. Əgər evdəsinizsə, əliniz bacarırsa və insanların sağlamlığına xidmət etmək istəyirsinizsə, bu sahəyə elə bugün başlayın. Əlavə suallarınız varsa, rəy yazın, müzakirə edək. Belə videoların davamı üçün rəy yazıb videonu bəyənməyi unutmayın.